Dedikdə təkcə bir dil yox, geniş bir dil ailəsi nəzərdə tutulur. Bu ailəyə Azərbaycan türkçəsi, Türkiyə türkçəsi, Qazax, Qırğız, Özbək, Türkmən və digər türk xalqlarının dilləri daxildir. Türklərin tarixdə yaratdığı ilk milli yazı Göytürk əlifbasıdır. 5-ci, 8-ci əsrlərdə yaranan bu əlifba bugün də varlığını qoruyur. Beynəlxalq Türk dili günündə sosial şəbəkələrdə qarşımıza maraqlı bir video çıxdı. Azərbaycan məktəblərinin birində Göytürk yazısı öyrədilir. Məlum oldu ki, bu təşəbbüslə çıxış edən Xaçmazın Əbilyataq kənd orta məktəbinin müəllimi Günay Mirzəyevadır. O, şagirdlərinin öz köklərini daha yaxşı bilməsi üçün onlara Göytürk əlifbasını da öyrədir. Dərsi o qədər maraqlanıb ki, paylaşılan video hətta Türkiyədə də populyarlaşıb. İndi Günay müəllimənin sinifində oxuyan şagirdlər qədim türk əlifbasında da yazmağı bilirlər. Xaçmazın Əbilyataq kənd məktəbi. Şagirdlər qədim türk əlifbasını, Göytürk yazısını öyrənirlər. Şagird yazı taxtasında sinif yoldaşlarının adını Göytürk əlifbasında yazır. Bu görüntülər Türkiyəyə kimi yayılıb. Onlar 6-cı sinif şagirdləridir. Bu kiçik sinif otağında cəmi 6 qız şagird təhsil alır. Onlar nəinki Göytürk əlifbasını öyrənirlər, həm də bu yazı haqqında məlumatlı